Sizə Sony Xperia M4 Aqua modelini təqdim etmək istəyirəm. Bu Sony'nin yeri modelidir və hələ ki mağazada satışda yoxdur. Qiyməti 299 avro olmağı planlaşdırılır. Bir qədər məlumat vermək istəyirəm sizə telefonun göstəriciləri haqqında. 4G-ni dəstəkləyir. Ekranı 5 düymdür. Qarşı kamera 5 megapiksel. Arxa kamera isə 13 megapikseldir. NFC funksiyası da var bu telefonun. Ondan əlavə olaraq məlumat demək istəyirəm ki, telefonun kamerasının bir özəlliyi də var ki, telefon az işıqlı olan yerdə şəkil və ya video çəkmək istəyəndə bu kifayət qədər keyfiyyətdə alınır. Yəni digər telefonlarda məsəl üçün qaranlıq yerdə şəkil çəkirsinizsə, yəni olduğundan da daha qaranlıq düşür. Amma bu telefonun fərqi odur ki, burada qaranlıq yerdə şəkil çəkəndə necə görünürsə və ya bir qədər daha işıqlı çəkir və şəkil öz keyfiyyətini saxlayır. Əlavə məlumat olaraq onu demək istəyirəm ki, 8'i 140 qramdır, 8 nüvəlidir, RAM 2'dir və daxili yaddaşı 8 GB-dır. Həmçinin də 32 GB-a qədər microSD kart dəstəkləyir. Bataryakası isə 2400 mAh-dir və bu da kifayət qədər böyük bataryakadır bir smartfon üçün. Təmsilçilərin dediyinə görə 2 gün normal istifadədə zaryadka saxlayır, yəni 2 gün istifadə edirsiniz və zaryadkasız tam olaraq 2 gün istifadə edə bilərsiniz. Həmçinin də bu telefon adından da bəlli olduğu kimi suda istifadə etmək mümkündür. 1,5 metrdə 30 dəqiqə istifadə etməyə icazə verilir. Amma su gərək təmiz su olsun. Məsəl üçün dənizdə filan istifadə edəndə duzlu su telefona ziyan verə bilər. Həmçinin də məsəl üçün telefonun ekranı bir qədər çirklənsə, su ilə ekranı problemsiz yumaq mümkündür. Rəsmi məlumatlara görə 7 saat HD videolara baxmaq olar və 64 saat musiqiyə qulaq asmaq mümkündür. Bir məlumat da sizə təqdim edim. Burada belə bir düymə var. Bu düyməni sıxdıqda çoxlu şəkildə şəkil çəkmək üçün funksiyalar göstərilir və bu funksiyalar vasitəsilə də şəkil çəkməkdən zövq almaq mümkündür. Bu funksiyaların arasında Sound Photo deyə bir funksiya var. Sound Photo'nu sıxanda siz şəkil çəkirsinizsə bu rejimdə, şəkil çəkən zaman sizin danışığınız düşür şəkilin arxivinə və şəkilə baxdıqda həmən danışıqlara da qulaq asmaq mümkündür. Düşünürəm ki, kifayət qədər keyfiyyətli bir telefondur. Həm də əldə çox rahat oturur və çox yüngüldür. İstifadə üçün rahatdır. Baxdığınız üçün təşəkkür edirəm. Bizimlə qalın.